Bugün Novruzun ikinci çərşənbəsidir və təbii ki, plov serialımızın ikinci bölümünü sizinlə paylaşmaq istəyirəm. Yenə milli mətbəximizin sevilən, süfrələrimizi bəzəyən gözəl bir plovunu hazırladım. Artıq Novruz bayramına sayılı günlər qalır. Evlərdə təmizlik işləri gedir, bağ-bağça səliqəyə salınır, səməni qoyulur, hər kəs bayram hazırlığındadır. Süfrələr üçün planlar qurulur, hansı şirniyyat bişəcək, hansı plov dəmlənəcək, hamısı yavaş-yavaş öz yerini tutur. Bu çərşənbədə də süfrəmizə həm dadı, həm də əhvalı ilə yaraşacaq bir plov seçdim. Ümid edirəm siz də bu serialı mənimlə birlikdə izləyəcək, hər çərşənbə bir plovla süfrənizi bəzəyəcəksiniz. Bayramınız mübarək. Bugün Novruzun ikinci çərşənbəsidir və təbii ki, plov serialımızın ikinci bölümünü sizinlə paylaşmaq istəyirəm. Yenə milli mətbəximizin sevilən, süfrələrimizi bəzəyən gözəl bir plovunu hazırladım. Artıq Novruz bayramına sayılı günlər qalır. Evlərdə təmizlik işləri gedir, bağ-bağça səliqəyə salınır, səməni qoyulur, hər kəs bayram hazırlığındadır. Süfrələr üçün planlar qurulur, hansı şirniyyat bişəcək, hansı plov dəmlənəcək, hamısı yavaş-yavaş öz yerini tutur. Bu çərşənbədə də süfrəmizə həm dadı, həm də əhvalı ilə yaraşacaq bir plov seçdim. Ümid edirəm siz də bu serialı mənimlə birlikdə izləyəcək, hər çərşənbə bir plovla süfrənizi bəzəyəcəksiniz. Bayramınız mübarək.